Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem Allah'ın sevdiği iki kəlmədən danışır. Bütün zikirlər Allah'a sevimlidir və bütün zikirlər ucadır. Allah Teala buyurur ki: "Və zikrullahi ekber." Allah'ın zikri ən böyükdür. Bəli. Elhamdülillah. Allah'ın zikri ən böyük, ən gözəl, ən uca və qəlbə rahatçılıq verən ən əzəmətli ibadətdir zikir. Lakin Muhammed sallallahu aleyhi ve sellem iki zikri qeyd edir. İmam Buxari və Müslimdən gələn rivayətdə buyurur ki: "Kəlimətani habibətani ilə'r-Rahman, xafifətani aləl-lisan, səqiletani fil-mizan, subhanallahi və bihamdih, subhanallahil-azim." Rahmənə sevimli olan, dilə yüngül olan, tərəzidə ağır gələn iki kəlmə var ki, subhanallahi və bihamdih və subhanallahil-azim. Bax bu iki kəlmə. Subhanallah, Allah pak və müqəddəsdir. Və bihamdih, həmd onadır. Subhanallahil-azim, əzəmətli Allah bütün nöqsanlardan uzaqdır, pak və müqəddəsdir. Bu zikri çoxaltmaq lazımdır. Allah bunu sevir. Dil üçün asanlaşdırıb, qiyamət günü əməl tərəzisini də ağırlaşdıracaq. Allah Teala bizi daim özünü zikr eləyən qullarından etsin. Subhanallahi və bihamdih, subhanallahil-azim.